Ay qaqaş götür. İstəmirəm, sağ ol. Götür, bir ay ərzində ödəyərsən. Prosta görüntünü göstərmək istəyirəm ki, sənə rahat ol da. Bildimdə çörək verən adamsa başa düşdüm, istəmirəm o çörək. Bakıda Opel markalı avtomobilin sürücüsü Sərxan Məmmədov saxlanılıb. Eyni anda 2 qayda pozuntusu edən sürücü saxlanılıb və barəsində protokol tərtib edilib. Məlumata görə sürücü dövlət yol polisi əməkdaşlarını şantaj etmək məqsədi ilə güya onlara pul verməsi ilə bağlı saxta video görüntü çəkərək sosial şəbəkələrdə paylaşıb. Yol patrol xidməti əməkdaşları ilə sürücü arasındakı dialoq yol polisinin yaxa kamerası ilə qeydə alınıb. Məlum olub ki, yol polisi sürücüdən pul istəməyib. Bir ay ərzində ödəyərsən də, mən sənə nə deyirəm? Bildimdə qaqaş, o sənin şəxsi problemindir, mənə nə dəxli var? Sərxan Məmmədov əməlini etiraf edib və həbs olunub. 20 manat onlara vermiş kimi video çəkiliş etdim. Onlar məndən pul almadılar. Mən polislərə pul verməmişəm.